Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Bu posta Ayxan Abbasov təyinat alıb. Qeyd edək ki, Qarabağ Kopenhagen oyunu oktyabrın 1-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Oyun öncəsi komandanın baş məşqçisi Qurban Qurbanov Bakıda Danimarka təmsilçisi Kopenhagenə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb. Bu maça məsuliyyətli yanaşırıq, yaxşı komandaya qarşı oynayacağıq. Kopenhagen ciddi rəqibdir. Təcrübəli baş məşqçisi Qarabağa Avropa futbolunda diqqətin olmasına görə sevindiyini vurğulayıb. Qalibiyyət futbolumuzu daha da sevdirir, oyunculara inam verir. Bu sahəyə yatırım qoymaq insanlara həvəs verir. Futbol idmanın şahıdır. Ölkəmizin tanınmasında az da olsa pay sahibi oluruq. Belə olan halda məsuliyyət daha da çoxalır. Azərkeşlərimiz maçlara ümidlə gəlirlər. Biz də bunu dərk edirik. Futbolçuda həyəcan olursa, bunun arxasında məsuliyyət dayanır. İdman elə şeydir ki, işin içinə girəndə qorxu və həyəcan yox olur. Bunu dərk edərək meydana çıxmaq lazımdır. 90 dəqiqə həyəcanın olması problemdir. Bizdə belə hal yoxdur. O, Respublika stadionunda oyuncuların özlərini daha yaxşı hiss etdiklərini söyləyib. Oyunlarımızı Bakı Olimpiya stadionunda keçirə bilərdik, amma arena hazır deyil. Hər halda meydan amili rol oynayır. Hazırda oyuncular burada özlərini komfort hiss edirlər. Bakı Olimpiya stadionunda olsaydı, yenə məsuliyyətli olacaqdıq. Qeyd edək ki, Qarabağ Kopenhagen oyunu oktyabrın 1-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.